Salam, hər kəsin sabahı xeyir. Saat 9-dur, Bakı vaxtıyla 10. Gəlmişik İstanbula. İstanbul, Sabiha Gökçen Hava Limanındayıq. Baxın dostlar, İstanbuldayıq. Yəni inanmırsınızsa görün, bax taksilər sardı, ora araç yazılıb. Yəni ki İstanbuldayıq. İndi düşmüşük. Açığı mən həmişə hansısa ölkəyə gedəndə əvvəlcədən onun taksidir, metrodur, necə olacaq, nətər olacaq, onların hamısını araşdırıram. Harada qaldım? Hə. Onların hamısını araşdırıram. Burada araşdırmadım çünki məsələn bura mənə biraz elə bir doğmadır. Ona görə burada daha rahat tapa biləcəm deyə düşünürəm. İndi gedirik Taksimə. Otelimiz oradadır. Deməli belə bir kart aldıq. Həm metro, marşrut falan, tramvay hər şey üçün keçərlidir. Kartı necə almışıq, hardan almışıq, neçə almışıq göstərəcəm. Gəldik, çatdıq. Aça verək. Oo, nə qəşəng. Güzel. Gel apar. Qəşəng. Qəşəng. Qar yaxsa qəşəng olur. Getdik, biraz istirahət elədik. İndi isə gəzirik. Deməli, küçələrdə gəzirik. İstanbul haqqında xırda məlumat verim. Biz hal-hazırda Taksimdəyik. Elə otelimiz də Taksimdədir, Taksim civarındadır. Bu insan sıxlığını mən həmişə görürdüm. Amma şahid olmamışdım. Həqiqətən çox belə dəhşət dərəcədə insan sıxlığı var. Burada nə çoxdur? Restoran. Hər bir obyektdən biri, məsələn yolda 4 dənə obyekt varsa, onun 100% ki 3-ü restorandır. Dəhşət dərəcədə çoxdur restoran. Hər cür yemək var da. Əsas şirniyyat, restoranda yeməklər falan dəhşət çoxdur, yəni. Ac qalmayasınız burada. İctimai nəqliyyat haqqında videonun ortalarına doğru məlumat verəcəm. Biz də hal-hazırda gedirik hara? Galata Kulesi'ne de. Galata Kulesi deməli Taksim meydanından 1 kilometr falan biraz kənarda düzdür. Ve biz de piyada yerimeyi sevdiğimiz için. Bəli. Nədir bu? Buyur. 12 bilməm, daşın tərkibini bilmirəm, araşdırmamışam, deyə bilmərəm. Deməli bu 19 kilo budur, 12 kilo da bu. Və Braziliyan. Mən buna toxunmaq istəyirəm. Qəşəngdir. Almaz kimi. İçəri bax, təbii daşlardır və bunlardan seçirsən, əllərində o muncuqlar var. Onlardan sep falan düzəldirlər. Maraqlıdır. Bura İstiklal Caddesidir. Yolun qırağında belə maraqlı bazarlar var. Məsələn, bura nədir? Meyvə, juice yeri. Burada nə çoxdur? Taksi, sarı taksilər. Peki bizdə də taksi, bu sənə gözləmir quzum. Arxada motosiklet. Əl eləyirsən taksi. Hə, çağırırsan, random, bilmirsən nə qədər yazıb, nə qədər yazacaq. Nə demək istəyirəm? Biraz qırağa adam keçmək istəyir. Burada hava istidir Azərbaycana görə. Biz Azərbaycanda -2 idi. Burada müsbət 15-dir. Paltolarımızı oteldə qoyub çıxmışıq. Yəni jaketlə gəzə bilirik o da. Bəlkə buranın əhalisi üçün soyuqdur deyə bilməm, çünki çoxsunun balonkası var. Biz soyuq ölkədən gəldiyimiz üçün bura bizə isti gəldi. Yaxşı. Galata Kuləsinin keçmiş adı İsa Qülləsi olub. 1348-ci ildə Genuyalılar tərəfindən inşa edilib. Hazarfan Əhməd Çələbi, bəli, ilk dəfə uçmaq teorisini də irəli sürüb və bilmirəm neçənci ildəsə bu Galata Kulləsindən indi süni də qanadlar falan düzəldərək mexanizm bu güllədən körpüyə qədər uçmanı, yəni həyata keçirib. Belə bir maraqlı əhvalat tarixi var. Maraqlıdır. Gedək yaxından tanıyaq. Unutdum qeyd etməyə, Osmanlılar vaxtında bura həbsxana kimi və bəzən də gözcü gülləsi kimi istifadə edilib. Buyurun.
Qapaq şəkli çəkdirmək istirdi. Özümüz çox əlləşdik. Biraz o bir dənə video var. İstanbulda yürüyərkən biraz yürür belə ləhləyir. Çünki bura sürəkli dik və eniş yoxuşdur. Tripodumuz sabit dayanmırdı. Həmən an böyrümüzdən bir də fotoğrafçı geçdi. Bir şəklə 300 TL dirdi. Biz də tabii bizdə o göz var mı? Pazarlıq zad elədi. Öldür diye giyim. 3 şəklə 500 TL-də. 500 TL. Nə qədər? 23 manat? Yo, duyan. Artı 18 manat 18 falan. manat, Üçə düzdür. Bahadır amma Yəni Azərbaycanda şəklin biri 10 manat deyil Targovda zatda. desən 5 manat. Desən 10 manatdır. Yo, 10 manatdır. Bilmirəm, Yəni. qaqa. Əsas odur, qəşəng alındı, qəşəng çıxdı. Biz bəyəndik. Bəli. Ona görə mutluyuz. Bəli, Yola devam. Instagramda Qapaq qapaq şəkli. şəklimiz odur. İstanbul'un simvolu. Kediler. Doğusan. Gel kameraya selam ver ay balam. Hamı sana bakır ay dozanim. Ne süründü bu? Kaynattı mı? Özü orada evi var. Gör neyin altında uzanır. Klasik kedi davranışı. Belə qəşəng sakit küçələrlə yeriyirik. Getmək istəyirik əslində İstanbul körpüsünün yanına, Ortaköydə də orana da. Ortaköy. Cami də var. Hə. Ora getmək istəyirik. İndi yavaş-yavaş gedirik. Və qəşəng küçələrdir. Yəni Avropaya oxşamır. Sovet ölkəsinə də oxşamır. Nə bilim, Azərbaycana oxşamır, Rusiyaya oxşamır. Belə də fərqlidir. Balkanlar deyirlər, Balkanlar. Fərqlidir, hə. Metro və marşrutlar üçün İstanbul kart necə alınır? Deməli, buradan satın ala basırdıq. Devam. Aha. Nakit veya kredit, nakit məsələn. İstanbul kartı Bir adet alabilirsin. seçirsən, pulu buradan kağıt paranı verirsən və yaxud kart buradan təmas elətdirirsən, kartın özü də düşür bura. İndi hazır əlimizdə kartımız var. Bir dəqiqə. Aha. Kartımız var. İstanbul karta TL yüklə. Yaxınlaşdırırıq bura. Nakit yükleme için para girişi yapın. Aha və məsələn 200 TL atırsan 198 oturur. 2 TL-də nəsə komissiya tutur. Buradan da kağıt para və yaxud oradan terminaldan təmassız. Beləliklə pul yüklənir. Bir gediş 35 TL-dir. 1 manat 50 qəpik çoxdur. Mesela yani. Bura Fındıklı Parkıdır. Burada belə sahildə boya-boy dayılar balıq tutur. Bir-iki nəfər çıxartdı bayaq gördüm, amma xırda idi. Nə bilim belə barmaq uzunluğunda xırdadır, balalardır. Dayıların yanından keçib düz getmək istəyirik qabaqdakı körpüyə. Abi kara gıdalı verir misin? Şöyle bir etkinliğe geldim de bu gece Boğaz'da bu Bak bu da burada var bak. her gün istenenler. Deməli 100 qram şabalat 100 TL. Okey. Götür nə qədər istəyirsən? Sən 200 qram. Yo, dadı. Tamam. Mən mısır yemirəm da özün üçün götür. Bir mısır, bir onlar. Abi iyi akşamlar. İyi akşamlar abi, hoş geldin. Bir tane mısır, 100 gram da kestane. Ay tempulu qalıb əlində baxan yoxdur. Abi bir mısır mı? Bir mısır, evet. 100 gram kestane. Tamam abi. Mən də belə təməyəcəm. Belə şey yoxdur. Bakarsın. Görünür. Tut bunu kestanenin tadına bak. Kestane özde. Уже dilim değişti. Bura gəlib o qarıqdaldan mütləq yemək lazım. Əslində bir dənə götürmüşdük qarıqdal. Sonra getdim mən birində götürdüm. Yəni mən həyatım boyu elə bir şey yeməmişdim. Şirin idi. Biraz süd dad gəlirdi. Və super idi. Просто qızarmış idi. Yəni çox möhtəşəm idi. Mən yəni bir dənə ona görə götürdüm ki, Aytən yesin. Mən çünki qarıqdalı xoşlamıram. Amma dadına baxdım, getdim birində mən aldım çünki çox qəşəngdir. Yəni bura gələndə yoxlanılması lazım olan şeylərdən biri də qarıqdalıdır. Yoxlamaq lazımdır. Deməli qarıqdalı 70 TL idi. 140, bir də 100. 240 TL verdik. Harasa 8-9 manat. Elədir ümumi. Bu qardaşdan balıq kəşmək aldı. Adı bilmirəm nədir. Nəsə məşğuldum. Haçansa Qaraçalaya gəlsəz, Qaraçaldan təxminən 1200-1300 kilometr uzaqlıqda olan
qardaşın balıq ekmək yerindən nəsə ala bilərsiniz. Kaç liradayım? 50. Gel səfəy sərçə. Gəlmişik Ortaköy meydanına. Buranın belə qəşəng mənzərəsi var. Burada şəkillər çəkdirdik. Bura gəlmək üçün 2 dənə marşrut dəyişdik, amma bizim evdən bura 3 kilometr yol. Özümü çəkim. 2 dənə marşrut dəyişmişik. Halbuki 4 kilometr yoldur da buradan bizə qədər. Bu çox dəxlisiz bir şeydir. İndi 2 kilometr olanda piyada gəlirik də. Daha indi 10 piyada gəlirik. Çünki piyada gəzməyi xoşlayırıq. Amma 4 kilometr məsələn marşrutla gəlsən, ondan 13 kilometr. Hələ dünən 6 kilometr yolu 3 dənə marşrutla dəyişmişəm. Yəni çox dəxlisizdir, biraz marşrut sistemi. Sonra Google Map-də biraz fərqli göstərir. Dayanacaq səni burada göstərir, amma dayanacaq səndən 200 metr aralıdadır. Amma deyir ki, yox, burada deyən, orada dayanırsa heç bir marşrut gəlmir. O da problem var. İctimai nəqliyyat baxır hansı nəqliyyat. Yəni vapura 58 TL verdi. Hardasa bizim puldan 2 manat. 2 manatdır. Hə, yəni yaxşı 2 manatdır vapura adam başı. Sonra marşrutlar 35 TL-dir. Gediş haqqı. Amma əgər siz kartla ödəsəz, sizdən 50 TL çıxacaq. Yəni NFC ilə ödəsəz, bəli, kredit kartla ödəsəz, onda sizdən 50 TL çıxacaq. Amma ən məsləhətlisi İstanbul kart alıb, İstanbul kartdan istifadə eləyərək marşrutlardan, vapurdan, tramvaydan istifadə eləməkdir. Orada videoda göstərmişik də necə pul yükləmək lazımdır. Belə. Bir şey qeyd eləmək istəyirəm. Əslində vapur məsələn baha ola bilər də, bilərdi. Çünki bizdə də Xəzərdən dənizdə də belə gəmi ilə baha olur. Ucuz olmağın səbəbi bilirsən nədir? Bunların vapuru turizm məqsədilə deyil. Elə marşrut kimi istifadə üçündür. Qarşıyan qarşıya keçmək üçün. Ona görə uyğun qiymətədir. Bura Avropa yakasıdır, hal-hazırda dayandığımız yer. O biz qarşı tərəfi isə Anadolu yakasıdır. Niyə Avropa yakasıdır bura? Çünki buradan birbaşa Avropaya keçiddə səhv eləmirəmsə Edirnedən falan keçirsən Bolqarıstana, oradan belə Avropaya keçid var. Bu qədər məlumat yetər. Salam əziz qonaqlar. Gəlmişik Taksim meydanına. Bura məşhur Taksim meydanıdır. Bu Taksim camisidir. Bu adını bilmirəm. Siz adını taparsınız. Hə. Dəqiq bilmirəm adı nədir. Deyil. Aytən buradakı bütün məscidlərə Sultanahmet deyir. Deməli yol üstü pul dəyişdi. Sərf eləyir. Yəni deməli aeroportda sərf eləyir, burada da sərf eləyir. Yəni şeydə çox tutmurlar. 2 manat falan şey olur. Bir ziyana düşürsən yerli normal valyuta ilə. Deməli 100 manata 2475 TL dəyişdi. Nəzərə alın ki, hər yerdə Azərbaycan manatı dəyişmirlər. Yəni bəzi yerlərdə dəyişirlər, bəzi yerlərdə dəyişmirlər. Amma dollar dəyişdirsəz daha çox qazancı əldə edəcəksiniz. Nəinki Azərbaycan manatı. Bu məlumatı da alın, nə yaparsanız yapın. Salamat. Yemləyirəm. Buradakiləri yemləyəcəm. Ya oradakılar göydən düşür. Ya orada çoxdular. Mikrofon tut. Hoppa. Mən arxadan səsi mahnı oxuyum. Son mahnı bitdi. Bunlar qorxmurlar. Bizdə elmlərdə belə səpirsən. Yəni sən dublaj edin. Bax deyirəm bunlar qorxmurlar, bizdə elmlərdə belə səpir. Bunlar qorxmurlar. Bizdə elmlər. Sən bunlar qorxmurlar. Bizdə elmlərdə sən səpəndə nə qədər göyərçin uçur. Burada belə bir tramvay var. Tramvayla şəkil çəkdirmək pulsuzdur. Belə də prosta gəlsən öz növbə gözləyirsən. Dayanırsan belə şəkil çəkdirirsən. Burada belə bir kestane şəkeri satırlar. Yəni şabalıd, nə bilim şirniyyatlı şabalıd, nə bilim
şərbətli şalabımız. Və bu formada biz də aldıq. Göstər. İndi dadına baxıb test edəcəyik, görək necədir. Buyurun, beğenirseniz yine yardımcı olsun. Peki insanlar. Buradakı abidən çiğ köftə alırıq. Yoxlayaq görək buradakı çiğ köftə necədir va belə. Abi biz üçün düzəldir. Deməli, qiymətlər belədir. 250 qram 150 TL'dir. Təxminən 12-13 dənə çiğ köftə olur. Bura gələndə sizə ikram eləyirlər bu çiğ köftəni. Baxın belə hazırlayırlar. Gələn kimi ikram eləyirlər. Dadını bəyənsəz götürürsünüz. Deməli, yoldan pilav aldıq. Bu pilavın deməli birini aldıq. 150 TL, ikisinə 300 TL pul verdik və bu da elə də 15 manat. 2 dənə pilava 15 manat verdik. Bu mən deməli şey götürdüm. Mən nə götürdüm? Mən köri olanı götürdüm. Aytən də barbekülü götürdüm. Həm biraz bulyon da verir və için çək belə. Bax belə bir şeydir. İndi qarışdıraq biraz bunu. Belə altı körlü də toyuqludur bu formada. Belə. Dadını yoxlayaq. Daha çox qəşəngdir. O hansı da barbekü yoxsa? Bu köridir. Dadı dəhşət qəşəngdir. Amma mən barbekü İndi bəyəndim. Aytənin xəbər olmadan Aytənin də pilavını yoxlayaq. Hoppa. Bu da Aytənin pilavıdır. Aytənin pilavı da barbekülüdür. Biraz da bunun əslində belə qarışdırıb bu alt hissələrdən biberli zadlı hissəsindən də Biberli acı olar. Elə biləm bu dadlıdır. Hansı? körlü daha qəşəngdir. Hə, körlü daha qəşəngdir. İndi ağız dadları fərqlidir. Aytən barbekünü bəyənə bilər. Götürüb. Deməli, limon tantuni deyə bir yerdəyik. Burada tantuni sifariş verir. Çünki Türkiyəyə gəlmişəmsə mütləq şəkildə tantuni yeməliyəm. Bu tantuniyə verdik, deməli 240 TL. Çox sağ olun, təşəkkür edirəm. Azərbaycan sağ olun. Hə, nəysə. Bu tantuniyə verdik 240 TL bir dənəsinə. 240 TL bizim puluna hardasa 11 manat, 12 manat belə bir şey edir. Yanında bizə belə bir şey verdilər. Bu. Deyək görəsən nədir bu? Bunu belə süzürsən. Yeyə yavaş-yavaş vurursan. Bu turşusuydu və dəhşətli dərəcədə acıdır. Yəni bunu acı da amma dadlıdır bəli. Bunu içəndə yaxşı da alırsan, amma udanda buralığı yandırır. İndi tantuni yoxlayaq bir dənə, görək necə bir tantunidir, belə qatıqlı zatdır. Bunun üstünə limon sıxmalıyıq. Belə. Ekran qarşısında olanlar mənə bağışlasın. Dəhşət dadlıdır. Çox qəşəngdir. Ayrandan da bir dənə süt ayran. Bu da belə məzələr. Bu nədir? Nə sifariş verdin? Bu şeydir, ıslaq burger sifariş verdim. Bunu prosta aparacağıq. Bunu açmıram, hə. Islaq burgerdir. Aparacağıq, yolda yeyəcəyik. Növbəti görüşlərə dək. Arkada gördüğünüz bu cami Sultanahmet Camisidir. 1. Ahmet tarafından tikdirilmişti. Tikilişi 1609-1616 illər ərzində ərsəyə gəlmişdi. İçərisində İznik Çinilər diye bir stil üslubu var. O üslubuna göre adı Mavi Cami kalmıştı. Hal-hazırda da aktif bir camidir. Deməli, Sultanahmet Camisinə girmək üçün saat elə bir şey 8:30-dan 18:30-a qədər gəlməlisiniz. Bax, deməli, burada yazılıb. Cuma açılış 14:30-dadır. Yəni birdən 5-ci günə düşər və içəri girə bilərsiniz, amma bura ibadət girişidir. İnsanlar turistik giriş, içəri kamera falan filan söhbəti yoxdur da. Baş bağlamalısan, örpək falan belə şeylər olmalıdır. Deməli, əziz dostlar, gördüyünüz bu tikili Ayasofyadır. İstəyirəm Ayasofya haqqında sizə məlumat verim. Deməli, Ayasofya 537-ci ildə Bizans imperatoru Justinianus tərəfindən tikdirilib və ilkin adı Hagia Sophia olub.
Bu Yunan dilindən keçmə bir sözdür. İbadət yeri deməkdir. Tam tərcüməsi ibadət yeri deyəsən belə bir şeydir. Dəqiq bilmirəm onu. Deməli 537-ci ildə Justinianus tərəfindən tikilir və kilsə olaraq istifadə olunub. Deməli 1453-cü ildə İstanbulun fəthindən sonra bura cami olaraq istifadəyə verilib. Deməli İstanbul Universitetdə deməli 1453-cü ildə tikildiyi üçün, yəni qurulduğu üçün həmin dövrdə əhalinin pulu olmayıb. Çünki böyük bir fəth olub, yəni ölkədə. İstanbul Universiteti ilk dəfə ilk dərsini müəyyən qədər vaxt burada keçirilib. Yəni tələbələrə ilk dərs müəyyən qədər vaxt burada keçirilib. Ondan sonra əhalinin vəziyyəti, yəni ölkənin vəziyyəti düzələndən sonra bir universitet tikiblər. İstanbul Universiteti, onun dəqiq tarixini bilmirəm hansı ildə tikilib, amma 1453-cü ildə ilk dərslər burada keçirilib. 1937-ci ildə, səhv eləmirəmsə, yoxsa 35-ci ildə deməli muzey kimi istifadəyə verilib. Bura insanlar gəlib baxsınlar, çünki tarixi əsər kimi. 2020-ci ildən etibarən isə bura artıq tamamilə cami kimi, indi girişi ödənişli-ödənişsizi bilmirəm, amma hal-hazırda cami kimi istifadəyə verilib bu gözəl tikili. Buyurun, baxın. Dostlar, şəhsiz kund bir də məlumat verim. Ayasofya buradan girirsən. Giriş sizcə neçədir? Giriş 50 euro. Yəni 100 manat. Bir nəfərin girişi. Təbii ki, biz nə edirik? Biz buradan təcili şəkildə uzaqlaşırıq. Nazim Hikmətin Gülhane Parkı. Nazim Hikmət bir gün sevgilisi Pirayə ilə görüşmək üçün bu Gülhane Parkına gəlir. Həmən illər Nazim Hikmət polislər tərəfindən axtarıldığı üçün parkda polis görür və qorxur, qoz ağacına çıxır. Həmən vaxtda Pirayə parka gəlir. Çarəsiz yuxarıdan aşağı baxan Nazim Hikmət kağız qələmin çıxardaraq bu şeiri yazır. Ben bir ceviz ağacıyım Gülhane Parkında. Ne sen bunun farkındasın ne de polis farkında. İşte o Gülhane Park. Bura Üsküdar'dır. Burada belə hamı gəlir balıqdır, amma yaxşı balıq tuturlar. Yəni bayaq bir dənə dayının şeyini gördüm, kovasını gördüm. Doldurmuşdu balığına. Burada yaxşı balıq tuturlar. Biz də gedirik Kız Kulesini görməyə. Dayı səhərdən dartışdırır, kulak tutub. Amma burada yaxşı balıqlar tutur. Balaca balıqlar da ama yaxşıdır. Bura Kız Kulesidir. Kız Kulesinin tikilməyi, tikilişi bizdəki kimi, yəni necə olub tam olaraq bilinmir, amma deyilənə görə eramızdan əvvəl 5-ci yüzillikdə tikintisi olub. O dönəmlərdə bunu həmişə daimi olaraq Osmanlı dövründə həmçinin savunma kimi istifadə edirlər də, yəni belə bir oxçuların və ya da gözlərin bir yeri kimi istifadə edirlər. Əfsanələr var, təbii ki bizdəki kimi, nə bilim, ata qızı evə eləyib, qalıya bağlayıb, nə bilim, belə söhbətlər var. Amma tam olaraq şey bilinmir. Deməli, Kız Kulesinin yerləşmə yeri haradır? Bunu belə məlumat verim, çevirim özümə, çeviril görüm. Hə. Kız Kulesi harada yerləşir? Gözüm çıxdı. Üsküdar'da yerləşir. Üsküdar metrosundan çıxırsınız. Çıxan kimi düppədüz sahilin qırağına gəlirsiniz. Balıqçılar görəcəksiniz. Balıqçıların yanına gəlirsiniz və Kız Kulesi buradadır. Bu dayandığımız yerin lokasiyonu isə Polat və Elif Bankıdır. Mahmut Hoca yenə həmişəki yerində bizi gözləyir. Bura Hababam sınıfı müzesidir. Bu pilləkənləri falan hamısını sanki gəlib görmüşəm, yəni o qədər çox baxmışam, yəni elə bilirəm ki, həqiqətən gəlmişəm bura bir dəfə. Burada uşaqların şəkilləri falan, Mahmud Hoca həmişə orada dayanırdı. Çok şirindi. İndi giririk içəri. Bu pilləkənləri məncə video baxan hər kəs tanıyır. Sinif buradır. Sinif pilləkənləri yanır. Mən niyə yuxarıdan bilirəm sizi? Əslində yuxarıdan göstərər. Oyda, mən həqiqətən nə hisslər keçirdim, heç kim bilə bilməz də, yəni. Hani o pet
Ayda, həqiqətən yəni bu sinifdə olmaq, buradan buranı real gözlə görmək həqiqətən. Burada oturanların şəkillərini qoyublar. Burada Kemal Sunalın heykəlini qoyublar. Bura gələcəyimi heç xəyal eləyərdin. Yo, bura həqiqətən bura haçansa bir gün görəcəyimi heç vaxt düşünməmişdim. Filmlərdə baxmışam, o 5 Hə. Buradan da kopya çəkirdilər buradan. Kağız sallayırlar aşağı. Hababam sınıfının həyətində də çay xaraşı. Hə, şəkər. Şəkər ehtiyacım yoxdur, burası daha iyi deyə götürür. Deyən, mən var. Acı olur bunların çayı. Kedi. Hardasən? Hababam sınıfının həyətində səhər yüngül kahvaltı. Mənim sağımda görün nə var? Yaprak dökümü Leyla və Oğuzun evi. Deməli belə bir nüans var. Bax orada sol tərəfdə, bax bu sol tərəf divar. Orada Ali Rza bəyin öz evidir. Bu da Leyla'nın Oğuzla oturduğu evdir. Amma filmdə elə göstərirlər sanki taksi ilə, zadla gəlir falan. 2 addımlıq yerdir əslində. Yara Leyla la la. Gedən də Ali Rza bəyin evinə. Deməli sağımızda Yaprak dökümünün evi, köşkü. Sol tərəfdə qarşısı. Əslində burada güya Neyrgillərin evləri var da. Hər dəfə baxırlar pəncərədən, amma yoxdur. Ayrı yerdədir, o da montajdır. Öyle bizi kandırmışlar. Yəni bura gəlirsən, amma içəri girə bilmirsən. Əslində ev oradadır. Niyə görə? Çünki bura ofis kimi istifadə olunur. Hansısa bir şirkətdə belə də götürülüb istifadə olunur. Ona görə içəri girmək qadağandır. Əslində qadağan deyil, 6-cı gündə işləmirlər deyə bağlıdır. Arkadaki bu şirin ev Yaprak dökümünün baş qəhrəmanı Ali Rza bəyin oturduğu köşkdür. Çox şirindir. Filmdə təbii ki rəngi başqa cürdür, amma zamanla dəyişdirilir. Ali Rza bəy həmişə burada otururdu. Ha, orada oversink eləyirdi ben. Deməli, xatirə balonum Türkiyədən. Bu torpaq Hababam sınıfının filmin çəkildiyi həyətin torpağıdır bu. Bu isə Yaprak dökümünün qapısının ağzında burada üzüm şeyi var, tağları. Baba üzüm hətta üstündədir. Ondan Samirə qopartdırdım, bunu da atacağım bunun içinə. Yəni xatirələr zamanla yadımdan çıxsa, hardan götürdüyümü xatırlayın. İçinə yığıram. Bu Türk filmlərində falan da çoxsunda göstərirlər ki, məsələn çıxdı 50 taksiyə, taksi sırası düşdü məsələn. Mən həqiqətən bilirdim ki, bu sadəcə film üçün olan bir şeydir, amma həqiqətən belə bir şey var yəni. Dəhşət dərəcədə çox taksi var. Yəni küçəyə çıxırsan, bir şaq əli eləyirsən, taksi sırası dayanır. Öz taksilərdə taksimetre var. Sarı taksilərdə ancaq. Siz istəsəniz Martı da şey edə bilərsiniz, Martı tək. Martı bizdəki məsələn Bolt, Uber kimi. İndi Uber də işləyir burada. Onlara da sarı taksi gəlir. Amma bir dənə Martıda sizə konkret qiyməti deyir. Məsələn deyir 300 TL. Amma o birisi sarı taksilərdə qiymət falan şey eləmir. Bilmirsən. Oturursan taksiyə. Taksi başladığı yerdən deməli 52 TL başlayır. Başlayanda 52 TL ilə başlayır. Hər kilometrdə 52 TL yazır. Biz məsələn 5 kilometr zat getsəz, məsələn 250 TL falan beləncə miqdarda pul ödəyəcək. Siz taksidə kartla da ödəniş eləyə bilərsiniz. Azərbaycan kartları burada hər yerdə keçərlidir. Mən demək olar ki, gələndən mən 100 manat bozdurmuşdum belə. Çünki nəyə görə bu yoldan simitçi, nə bilim, nə belə şeylər nağddır, onlarda kart olmur. Amma qalan hər yerdən, marşrutlarda, zaten hər yerdə kart keçərlidir. Bu məlumatı da alın, nə yaparsanız yapın. Minmişik vapura. Gedirik deməli Karaköy'ə. Bunlar niye tutmurlar? At tutsunlar. At. Deməli dostlar, bizim artıq İstanbulda demək olar ki, gəziləcək hər yeri gəzdik.
sizə də göstərdik. İndi isə son günümüzdür. Artıq sabah da əslində buradayıq, sonra gedirik. Amma çəkiləsək bir şey yoxdur deyə indi özümüz gələcəyik. Biraz belə də boş. Əgər videonun axırına qədər baxmısınızsa, məndən bu son verdiyim məlumatda eşidəcəksiniz. Əgər haçansa İstanbula gəlmək fikriniz olsa, Google Map'dən istifadə eləyin. Amma Google Map'lə istifadə edəndə yanaşı insanlardan soruşun hara gedəcəyinizi. Çünki niyə görə? Google Map sizə çox vaxt marşrutu yönəldir. Çox vaxt deyir, məsələn, 2 dənə marşrut dəyiş, oradan ora keç, buradan bura keç. Halbuki metronun yanındasan. Mən Taksimdə idim. Taksimdən deməli hara gedirdim? Elə Eminönünə gedirdim. Hə, Taksimdən Eminönünə gedirdim. Mənə deyir ki, biraz qaranlıq oldu. Burada körpün keçirik. Göstərəcəm. Deməli, mənə deyir ki, Taksimdən bir dənə marşruta min, oradan keç o birisinə, oradan keç o birisinə 2-3 dənə marşrut dəyişdirir. Halbuki Taksim metrosuna minib Eminönü metrosuna düşə bilərəm. Yəni 1 stansiyaya, 2 stansiyaya gedib normal şey eləyə bilərəm. Sadəcə mənə biraz şey deyir, uzadır yolumu. Ona görə yerli əhalidən soruşmağınızı məsləhət görürəm. Hə, dil problemi də yoxdur. Ona görə soruşun, hara gedəcəyinizi deyin, onlar sizi çox vaxt yönləndirəcək. Bu da sizə verə biləcəyim son məlumat. İndi isə körpünü keçirik və göstərim ətrafı. Piyada keçirik bu tərəfə, qarşıya. Oradan da nə eləyəcəyik hələ bilmirik. Ay, qaranlıqlaşdı bura. Gözüm də işıqlar çıxa sağollaşacaq. Hə dostlar, İstanbul videomuzun da sonuna gəldik. Ümid edirik ki, yaxşı məlumatlar verə bildik. Təbii ki, əsas məqsədimiz gəzmək, yeni yerlər görmək və bu videonu xatirələrdə saxlamaq idi. Ümid edirəm ki, biz bunu bacardıq. Biz gəzdik, əyləndik. Ümidvaram bizlə bərabər baxa-baxa siz də əyləndiniz. Sağ olun, salamat qalın. Gələn görüşlərə dək. Hamısı nə oldu? Eyvə, bir də. Sağ olun, salamat qalın. Gələn görüşlərə dək.